Hal-hazırda fermerlərdən birinin təsərrüfat sahəsindəyik. Araz Supermarketlər şəbəkəsində Abad markası adı altında satılan yumurtaların kənd şəraitində necə hazırlandığını sizə göstərmək istəyirəm. Yaxşısı odur ki, bu haqda fermer özü danışsın. Gəlin arxamca. Elman müəllim, yorulmayasınız. Sağ olun. Xoş gördük. Necəsiz? Sağ olun, sağ olun. Mən istəyirdim ki, bizim tamaşaçılara siz özünüz bu prosesi izah eləyəsiniz. Bu kənd toyuqlarından necə alınır məhsullar, necə bunlar yetişdirilir? Elə qidalanma vaxtına gəlmişik. Nə ilə qidalanır bu toyuqlar? Bunlar arpana, buğdayla qidalanır. Vaxtında bıraxırıq kölə, ot deyir, ot da yeyir. Mən belə görürəm ki, bu hava soyuq olmasına baxmayaraq toyuqlar çöldədir. Bu həmişə belə olur. Bizdə həmişə belə olur. Açıq sahədə saxlayırıq. Toyuqlar bərdişdə açıq sahəyə. Saxlanma şəraiti deyəsən içəridədir, elə? Bəli. Ora necə qızdırılır bəs peçlə? Peçinə, odun peçinə qızdırıram. Kənd həyatında. Mən belə başa düşdüm ki, dədə-baba üsulunla necə toyuqlar saxlanılırdı, yumurta alınırdı, elə də davam eləyir. Bəli. Burada hər şey səmimidir. Kəndin təmiz havası, quşların səsi, toyuqların sakitcə gəzişməsi, bugün kənd yumurtalarının yığım prosesi ilə yaxından tanış oldum. Bizim süfrələrə gələn bu kiçik nemətin arxasında nə qədər zəhmət və qayğı dayandığını öz gözlərimlə gördüm. Toyuqlar təbii mühitdə saxlanılır və təbii yemlə qidalanır. Əllə toplanan yumurtalar isə hər bir ailənin süfrəsinə sağlamlıq gətirmək üçün xüsusi diqqətlə seçilir. Bu prosesə şahid olmaq mənə bir daha göstərdi ki, təbiətdən gələn məhsulun dəyəri tamam başqadır. Hətta toyuğun yumurtlama anını da izlədim. İnsan bu prosesin nə qədər təbii və sakit şəkildə baş verdiyini görəndə kənd yumurtasının dəyəri daha yaxşı anlaşılır. Biz işin üstünə çıxmışıq. Toyuqlar bax, görürsən, hindi yumurtlayır. Yumurtası da burada. Nə gözəl. Bax, gözəl yumurtalardır. Ev yumurtaları. İsti-istidir ki bu. Bəli, təzə yumurtlayır, baxın. Əziz tamaşaçılar, bax, məsələ də bundadır. Kənd yumurtasının bir özəlliyi də odur ki, hərəsi fərqli rəngdə, fərqli ölçüdə. Fikir verin. Elman müəllim, bu toyuqları incitməyək, yumurtaları qaytaraq özlərinə hələ ki. Və sonda gördüyünüz kimi toplanan yumurtalar səbətin içinə yığılır, təhvil verilir Abadın əməkdaşlarına. Abadın əməkdaşları yumurtaları çeşidləmək və paketləmək üçün aparırlar məhsulu Quba Abad Factory-yə. Proses orada necə baş verir, nələr olur, gəlin gedək yerində göstərim sizə. Quba Abad Factory regionda yerli məhsulların keyfiyyətli və təhlükəsiz şəkildə istehsalını təmin edən müasir bir müəssisədir. Abadın yaratdığı bu istehsal mühiti kənd təsərrüfatı ilə məşğul olan üzvləri üçün vahid, etibarlı və davamlı bir sistem formalaşdırır. Bu sistem ailə təsərrüfatlarının məhsulunu bazar tələblərinə uyğun şəkildə təqdim etməsinə imkan yaradır. Bu rezidentlərdən biri də kənd yumurtalarının istehsalı ilə məşğul olan Zaur Talıbovdur. O uzun illərdir ailə təsərrüfatına söykənən istehsalını Abadın yaratdığı imkanlar sayəsində daha müasir mərhələyə yüksəldib. Gördüyünüz kimi, bura Quba Abad Factory-nin qablaşma sahəsidir. Toplanan yumurtalar bura gəlir, çeşidlənir, etiketlənir, qablaşdırılır və Araz supermarketlərə yola salınır. Abadda qablaşdırılıb Araza gətirilən bütün kənd yumurtaları AQTA tərəfindən Dövlət Baytarlıq Nəzarətindən keçirilir və hər biri baytarlıq şəhadətnaməsi ilə təmin olunur. Yalnız bundan sonra satışa çıxarılır. Kənd həyətindən başlayan bu yol paytaxtın müxtəlif hissələrinə, insanların süfrələrinə qədər uzanır. Rəfdə sadə görünən bir yumurtanın arxasında isə zəhmət, məsuliyyət və yüzlərlə ailənin birgə əməyi dayanır. Bu proses bir daha onu sübut edir ki, yerli istehsala verilən düzgün dəstək, keyfiyyətə diqqət və əməkdaşlıq həm bölgələrin inkişafına, həm də insanların sağlam və təbii qidalanmasına xidmət edir.